Salam değerli dostlar, xoş gördük hər birinizi. Zaman zaman mən vaxt tapdıqca sizləri narahat edən problemlərdən danışıram. O qədər müraciətlər gəlir, video müraciətlər gəlir, yazılı müraciətlər gəlir. Bugün dostlar mənə bildirdilər ki, bizim qaynar xəttimizə bir vətəndaş fəryadı, bir vətəndaş müraciəti gəlib. Cəlilabad rayonunun Əlqasımlı kənd sakini fəryad eləyir, dəyərli dostlar. Yazmadığı qurum qalmayıb, eləmədiyi müraciət qalmayıb. Cəlilabad rayon icra hakimiyyətinə müraciət eləyib. Orada Elvin Əmirovla görüşüb, deputata müraciət eləyib. Yəni, adamlar son ümidləri mətbuat orqanlarıdır. Mənə müraciət göndəriblər. O müraciəti olduğu kimi sizə təqdim edirəm, dəyərli dostlar. Baxaq görək vətəndaş nə istəyir? Ümumiyyətlə bu vətəndaşı narahat edən problem nədir? Ona baxaq, dəyərli dostlar. Sabahınız xeyir Elnur müəllim. Mən Cəlilabadın Əlqasım kəndinin sakini Ələkbərov Vitaly Tədəxanoğlu. Elnur müəllim, mənim şikayətim odur ki, mən 3 ildir, 4 ildir dəfələrlə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə dəfələrlə məktub yazmışam, məktublar hamısı evdədir. Neçə ildir adlandırılı vəziyyətdə küçələrdə qalıram. Köhnə bələdiyyə Rızayev Tahir Rəhimoğlu mənə 10 sot cəmaatla bir yerdə yer ayırıb vermişdi. Söz vermiş ki, bir həftəyə sənədləri gəlir. Və o köhnə bələdiyyə bir həftə oldu, 2 il. Köhnə bələdiyyə çıxdı, təzə bələdiyyə gəldi. Yenidən icra nümayəndəliyindən araşdırıb təzə bələdiyyədə təqdim eləmişəm. Yəni, məni neçə ildir süründürürlər, 10 sotka yerə sənəd vermirlər. Qalmışam küçələrdə. Kimlərsə mənə çıxınacaq verib. Dəfələrlə icra hakimiyyətindən mənim məktubumun cavabı gəlib icra hakimiyyətindən özünü idarə etmə şöbə müdürü Elvin Əmirov dəfələrlə mənə eyni məktub göndərib. Güya ki, biz müharibə iştirakçılarına, vətən müharibəsində iştirak edənlərə, əlillərə, qısin içirənlərə mən 1996-cı ildə hərbi xidmətə getmişəm. Ağdam rayonunda ön cəhbədə 3 il erməni ilə üzbəyiz qalmışam. Əyğimdən əzilib əyğim, əziyyət olub, damarlarım işləmir, əyğim yaralanıb. Dəfələrlə neçə dəfə əziyyət çəkmişəm, qoşqada yatmışam, 3 il hərbi xidmətdə olmuşam. Gəlmişəm vətənə öz kəndimdə yaşamağa yerim yoxdur. Kimsə mənə sığınacaq verib, bax, odun yandıram, odun peçüzlüyümlə. Taxta tapıb orada odun yandıram. Neçə ildir bələdiyyə, birinci bələdiyyə mənə ələ salıb, aldadıb. Neçə ildir mənim sənətimi verməyib. İkinci tədə gələn bələdiyyə xarici maşın sürür, cip sürür. Mən küçədə, yağışda, soyuqda yer tapmıram yaşamağa. Bu necə ədalətdir? Dəfələrlə cənab prezident, Allah o kömək olsun, dəfələrlə icra hakimiyyətinə məktub göndərib, Nazirlər Kabineti dəfələrlə məktub göndərib, Milli Məclis dəfələrlə məktub göndərib, şəxsən Cəlilabad icra hakimiyyəti Rafiq Cəlilov zərrə qədər də olsun mənə köməklik göstərməyib. Hər dəfə Elvin Əmirov özünü idarə etmə, özünü idarə edir ancaq. Oturub isti evində, altından maşını, vətəndaşa yalandan deyir ki, sənə havaya torpaq düşmür, sənə sığınacaq düşmür. Bəs mən nə edeyim yaxşı, harada yaşayayım, necə yaşayayım, torpağımın sənətini necə alım, harada qalım, gelim özümü öldürüm, yaşamayayım, mən necə edeyim mən. Mənə bir yolun göstər ki, mən də yazıqam, fəhlə adam, küçələrdə, soyuqda qalmışam. Mən necə eləməliyim ki, mənə də kömək olunsun. 100 dənə mənə məktub gəlib, 100 dənə, 2 ildir, 3 ildir mən məktub yazıram. Heç bir məktubda zərrə qədər olsun, mənə kömək olunmuyor. Bələdiyyə 3 ildir məni süründürür, Rızayev Tahir Rəhimoğlu çıxdı, indi təzə bələdiyyə gəlib, Vidadi müəllim, Moranlı kəndindən, Gülməmədli bələdiyyəsi. Niyə mənə torpağımın sənətini vermirlər? 10 çox torpaq qalıb orada, mən öz torpağımda gelib bir dənə balada kümət kimi yaşaya bilmirəm. Çöldə qalmışam, mən xahiş edirəm, cənab prezidentdən, cənab nazirlərdən, millət vəkillərindən, Elmar Nəsirovdan xahiş edirəm mənə kömək eləsinlər. Ciddi tapşırıq versinlər. Elvin Əmirov dəfələrlə yalan şablon məktubları yazıb mənə göndərir. Xahiş edirəm Elvin Əmirov tapşırlar ki, gəlsin mənə onlara üzbəyiz danışım, ondan başa salım ki, mən nə gündəyəm, nə vəziyyətdəyəm. Mənim torpağım hardadır və bələdiyyələr nə iş görür. Bütün kənddə sənədlər, planlar, torpaqlar hamısı sənədsizdir. Hamı çəpərə çəkib sənədsiz torpaq. Bəs mənim torpağımı niyə sənəd tələb edirlər? Bəs mənim torpağımı qoyumlar hükümət kimdən yaşayayım? Həndən xahiş edirəm, bu barədə mənə kömək edir Elnur müəllim. Pis vəziyyətdəyim, ailəmlə bir yerdə adlanacaq vəziyyətdə qalmışam küçələrdə, çöllərdə. Kimlərsə sığınacaq verib, pay verib, yemək verib, yaşamışam külümlə, əziyyətlə. Xahiş edirəm bu barədə cənab prezidentə, cənab nazirlərə, cənab millət vəkillərinə, vəzifəli şəxslərə xahiş edirəm ciddi tapşırıq versinlər ki, Cəlilabad icra hakimiyyətinə.
Mən 3 ildir, 2 il yarımdır mən məşğula yazılmışam. Məşğuldan inək yazılmışam 3 dənə, onu da vermədilər. Girinci olmuşam, qalmışam küçələrdə. Heç bir şikayətimə baxmırlar. Səndən xahiş edirəm bu barədə mənə kömək eləsinlər. Artıq dərəcədə. Belə dostlar, bu da bir vətəndaş fəryadı. Yazırlar, hər yerdən yazırlar, hər gün yazırlar. Lerikdən yazırlar, Astradan yazırlar, Qubadan yazırlar. Balakəndən bir xanım yazıb, yoldaşının başına hadisə gəlib, avtoqəza olub, orada ölüm olub, orada İbtidai istintaq araşdırmanı düzgün aparmayıb. Yəni, hər yerdən yazırlar və biz də çalışdığımız qədər müraciətləri olduğu kimi adəti qurumların diqqətinə çatdırırıq. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.